Bərdə rayonunun Alpod kəndində yerləşən heyvan satışı bazarı fəaliyyəti başlayıb. Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həyata keçirilən qiymətləndirmənin nəticələrinə əsasən bazar biotəhlükəsizlik tələbləri təmin edilərək yenidən qurulub. Bazarın girişində baytarlıq nəzarəti məntəqəsi tikilib, dezbaryer quraşdırılıb. Bundan başqa heyvanlara baxış platformaları inşa edilib, çardaqlar və satış pavilyonları qurulub. Ərazidə asfaltlama və betonlanma işləri görülüb. Heyvan rifahı üçün su və yemlə təminat yaxşılaşdırılıb. Tullantıların daşınması və digər tələblərə uyğun şərait yaradılıb. Hazırda bir neçə heyvan bazarlarında da rekonstruksiya işləri aparılır. Göygöl, Göyçay və Salyan rayonlarında yerləşən heyvan bazarlarında biotəhlükəsizlik tələblərinə uyğun olaraq görülən işlərin qiymətləndirməsi aparılıb. Yaxın günlərdə bu bazarlarında yenidən fəaliyyətə başlaması məsələsinə baxılacaq. Eyni zamanda Ağcabədi, Beyləqan, Biləsuvar, Masallı, Şamaxı və Abşeron rayonlarında yerləşən heyvan bazarlarında da təqdim edilmiş eskiz layihələr əsasında intensiv işlər gedir. Belə ki, həmin heyvan bazarlarında Agentlik kollegiyasının 50 nömrəli qərarı ilə təsdiq olunmuş, heyvan bazarlarına dair baytarlıq sanitariya norma və qaydalarına uyğun olaraq rekonstruksiya işləri icra olunmaqdadır. Agentlik bildirir ki, biotəhlükəsizlik tələblərinə uyğun qurulan heyvan bazarlarında baytarlıq nəzarəti ilə yanaşı heyvanların qeydiyyatı aparılaraq izləmə sistemi qurulacaq. Bütün görülən işlər insan və heyvan sağlamlığının qorunmasına, əhalinin təhlükəsiz qida məhsulları ilə təmin edilməsinə xidmət edir.